Doğrusu bu 20 ildə biz region ölkələrinə baxmış, o qədər də sürətli inkişaf edə bilməmişik. Mən heç vaxt front-end yazmamışdım, amma AI mənim əvəzimə onu yazdı. Yəni nəzərə almaq lazımdır ki, süni intellekt hələ də gəlirli biznes deyil. Mən fikirləşirəm ki, bizim coğrafiya kifayət qədər talantlıdır. Hər hansı bir problemə, yanaşmaya filan xarici təcrübənin çox böyük faydası var. Yəni startapların qurulması üçün kifayət qədər imkan var. Yəni sadəcə olaraq sürətli olmaq lazımdır. Bu gün bizim podkastımızın birinci bölümüdür. İlk yayımına artıq çəkilişinə başlayırıq. Birinci qonağımız elə Şaiq bəy sizsiniz. Çox sağ olun ki, bizim dəvətimizi qəbul edib gəlmisiniz. Xoş gördük. Çox sağ olun. Mən düşünürəm ki, sizinlə bu podkasta başlamaq bizim üçün çox uğurlu və düşərli olacaq. Sizi həm uzun müddətdir tanıyıram. Sizi mən düşünürəm ki, ekosistemin çox üzvü tanıyır. Daha çox isə sizi köhnə nəsil, bu ekosistemi yeni quranlar daha yaxşı tanıyır. İstəyərdim ki, özünüz haqqında məlumat verəsiniz və yeni ekosistemə daxil olan şəxslər, yeni başlayan gənclər də sizi tanısınlar. Əvvəla xeyirli olsun podkast. Çox sağ ol dəvət üçün. Mən ekosistemə, belə deyək, texnologiyaya 2004-cü ildən başlamışam. Yəqin ki, alt yazılarda çıxacaq adım, familiyam Şaiq Muradov. İlk, belə deyək, .com saytını 2004-cü ildə başlamışam hazırlamağa. Mən qardaşımla başlamışdım. O vaxt saytın adı xazar.com idi. İlk Azərbaycan dilindəki o vaxt portal anlayışı var idi. Yahoo-dan, Mail.ru-dan götürdüyümüz belə bir konseptlə başlamışdıq. Daha 19, 18, 20 yaşında uşaqlar idik da, belə deyək. O vaxt nə startup anlayışı var idi, nə bir şey. Sadəcə olaraq bizim həvəsimiz var idi ki, internetdə nəsə düzəldək, nəsə yaradaq. Və bu şəkildə başladıq. Üstündən artıq 20 ildən çox vaxt keçib. Bu müddət ərzində bir çox layihələr elədik. Texnologiya sahəsində müəyyən işlər gördük. İndi eventlərin dəbdə olduğu bir vaxtdır. Biz o vaxtların 2008-2009-cu illərdə Barcamp eventləri elədik. Bundan sonra da yenə də ekosistemin içərisində müxtəlif startaplarla, müxtəlif işlərlə yer aldıq. İndi isə müxtəlif akselerasiya proqramlarında mentorluqdur və s. və indi də fərdi freelance konsultant kimi fəaliyyət göstərirəm əlavə olaraq da. Belə qısaca belə, ümid edirəm çox uzun olmadı. Çox sağ olun Şaiq bəy, detallı məlumat üçün. Siz dediniz ki, ekosistemin lap əvvəllərindən var. 2004-cü ildə artıq internet Azərbaycanda populyarlaşmağa başlamışdı. Siz müxtəlif platformaları qurmusunuz. O vaxtdan bugünkü dövrümüzə qədər siz Azərbaycanda innovasiya, texnologiya, IT sferasının inkişafını necə görürsünüz, necə dəyərləndirirsiniz? Sizcə bu 20 ildə biz necə inkişaf edə bilmişik? Doğrusu bu 20 ildə biz region ölkələrinə baxmış, o qədər də sürətli inkişaf edə bilməmişik, açıq desək. Bizim inkişafımız son 10 illə bağlıdır, hətta deyərdim ki, nəinki 2004-cü ildən. O vaxtdan belə bir məsələ var ki, bizim vaxtımızda bu Mirk MIRC çatlar filan var idi. Belə bir növ hamı bir-birini tanıyırdı, belə deyək də. Bizim məsələn özümüzün platformamız var idi, orada web chatlar var idi filan. İndiki bu, belə deyək də, ekosistemdəki insanların çoxu ilə həmin vaxtdakı chatlar və forumlar vasitəsilə tanış olmuşduq. Məhdud idi istifadəçi. Bir növ sonradan Web 2.0 dalğası deyirdik biz. Onun yayılması ilə daha çox populyarlaşmağa başladı. Hansı ki, o dalğanın son nümunəsi TikTokdur. O vaxtı başlamışdı Facebookla. Müxtəlif eventlər filan, community'nin formalaşması başladı. Çox yavaş idi. Belə startup məntiqi ilə indiki ekosistemin tanıdığı yeni formatla, startup məntiqi ilə isə 2013-14-dən sonra insanlar tanış olmağa başladı. Yəni biz
əvvəl saytı hazırlayanda biz ona startap demirdik. Biz bir sayt idi, qurmuşduq və bizə maraqlıdır ki, orada insanlar gəlsin, o saytı istifadə eləsin və biz o vaxtı düz o saytdan pul qazanırdıq, amma indiki bu qlobaldakı gördüyümüz, eşitdiyimiz scale-lərdə, yəni yayılmada deyildi. Kiçik pullar idi. O belə deyək də bir saytın o vaxtı özünü dolandırmağa bəs eləməyəcəyi qədər hətta pullar idi. Girib başqa yerdə də işləyirdik ona görə. Son vaxtlarda hətta deyərdim ki 2020-ci ildən sonra biraz daha bizdə venture studiyalar oldu, venture VC-lər yaranmağa başladı, angellar bu sahəyə daha çox diqqət yetirməyə başladı. Amma bunun təməli 10 il bundan əvvəl atılmış təməllərdir. Yəni 2014-dən sonra. Biz artıq bunu çəkirik, bu podkastı. Mən düşünürəm ki, biz yayımlayana qədər də çoxlu dəyişikliklər baş verəcək dünyada. Elə mən yolda gələndə də xəbərlərə baxdım ki, müxtəlif dəyişikliklər var. Grammarly adını dəyişir, OpenAI yeni məhsulunu təqdim eləyir, Yandex yeni məhsullar təqdim eləyir. Yəqin ki, bu podkast yayımlananda artıq yeni məhsullar aktual olmağa başlayacaq. Deyirlər ki, IT mütəxəssislər artıq işlərini itirirlər. Belə deyək, kobud desə, IT işçilər artıq işsiz qalacaqlar. Bunda süni intellektlə əlaqələndirirlər. Siz indi necə düşünürsünüz? Siz işinizi itirirsiniz, yoxsa sizin işiniz daha asanlaşır? Bu, belə deyək də, çox müzakirə olunan bir mövzudur. Tək bizdə yox, qlobalda qeyd etdiyiniz kimi müxtəlif platformalarda, müxtəlif podkastlarda çox müzakirə olunur. Buna hər bir cür yanaşır. Mənim yanaşmam odur ki, ilk dəfə süni intellekt birinci dəfədir ki, bir növ süni intellekt vasitəsilə texnologiya əzələ gücünü yox, beyin gücünü dəyişməyə başladı. Ona görə biz nəyin necə olacağına hələ ki tam dərk eləyə bilmirik. Məsələn, mən uşaq olanda mən bilmirdim ki, böyüyəndə IT sahəsi ilə məşğul olacağam. Çünki biz uşaq olanda bir növ bu sahə yox idi. İndi də gələcəkdə hansı sahələr olacağını bilmirik. Mən belə yanaşıram ki, bu dəyişdirəcəkdir. Tək belə deyək də, xalq dilində IT işnikin yox, bütün sferalardakı çalışanların iş prinsipini dəyişəcəkdir. Məsələn, mən dünənlərin bir məqalə oxuyuram. Bəziləri deyir ki, reklam agentlikləri ölür, onlar gərək texnologiya satsın. Bəziləri deyir ki, yox, əksinə texnoloji şirkətləri reklam agentliyi kimi fəaliyyət göstərməyə başlayacaq. Bu IT outsourcing şirkətləri filan. Yəni bu bizi dəyişdirəcəkdir. Necə ki atlar dövründə maşın gəldi, atla vuran əvəzində təkər təmir eləyən çıxdı. AI da bir növ bu yeni industriya yaradacaqdır. Mənim şəxsimdə olanda mən 2004-cü ildən bayaq demişdim, bu sahəyə başlamışam. Mən developer kimi, backend developer kimi başlamışdım. Zaman keçdi, artıq yaş getdikcə menecerlik funksiyaları gəldi, produkt menecerlik, IT produkt menecerlik filan. Mən kod yazmağı uzun müddətli dayandırmışdım. Amma AI çıxandan sonra mən yenidən başlaya bildim kod yazmağa. Çünki bir növ qara işlərin hamısını görür. Mən heç vaxt frontend yazmamışdım, amma AI mənim əvəzimə onu yazdı. Yəni bu real production'a çıxdı, istifadə olundu və s. Yəni bu işi çevirir. Bir az giriş bariyerləri fərqli olur. Məsələn, indi mənim AI elətdirdiyim şey əvvəl bizim bir şirkətimiz vardı, IT şirkət vardı. Orada mən juniorlar elətdirirdimsə, indi onu AI eləyir. Yəni industriyanı dəyişir. Hamımız buna adaptasiya olmalıyıq. Yəni siz AI-yə, süni intellekti gündəlik işinizdə istifadə edirsiniz. Bu da sizin işi daha da sürətləndirib, belə başa düşürəm. Buradakı süni intellektdəki potensial imkanları necə görürsünüz? Çünki süni intellekt deyəndə, AI deyəndə çox insan OpenAI-ı, Microsoft-u və digər böyük şirkətlərin təqdim elədiyi süni intellekt alətlərini ancaq başa düşürlər. Mən oxuyuram, baxıram, araşdırıram ki, kənarda qalan kiçik startaplar var ki, onlar da yaxşı həllər təqdim eləyirlər. Siz bu sahədəki potensial imkanları necə görürsünüz? Necə qiymətləndirirsiniz hazırda? AI ilə bağlı çıxan startaplarda əslində mən belə görürəm ki, müxtəlif fazalar var. Məsələn, dediyiniz kimi OpenAI, Anthropic, Gemini, Google'un Gemini və s. kimi main kütlə, yəni əsas kütləyə xitab eləyənlər var. Sonra müxtəlif peşələr üçün ayrı
formalar var. Bu xüsusi video yaradanlar var və developerlər üçün olanlar var. Bu Fal AI məsələn. Burada segmentlər fərqlidir. Bəzi hətta startaplar var ki, məsələn, onlar AI-yı sadəcə olaraq ana işlərinin bir hissəsinə təqdim edirlər. Yəni AI ilə bağlı işlər, imkanlar çoxdur. Bayaqların mən söhbətin əvvəlində dediyim kimi, bu internetdəki yeni imkanların əslində açılmış formasıdır. Biz 2004-cü illərdə çıxmışdı Facebook, ondan sonra çıxmışdı indiki bizim ən çox istifadə etdiyimiz YouTube'lar filan. Bunlar Web 2, yəni Web 2-nin gətirdiyi bir imkanlar idi. Hansı ki, burada belə bir məsələ var idi ki, biz ondan əvvəl insanlar interneti sadəcə məlumat almaq üçün istifadə edirdilərsə, sadəcə oxumaq üçün. Web 2 ilə bərabər isə insanlar başladılar özləri də internetdə kontent istehsal eləməyə və bir növü internetin inkişafına hansısa bir qatqıları oldu. AI isə bu imkanları tamam fərqləşdirir. Yəni, sadə insanlarda texnologiya ilə nələrsə yaratmağa başlayır. Bu sahədə startapların isə müəyyən formalar olur. Məsələn, var ki, OpenAI, amma API-lər vasitəsilə bir növü layer AI şirkətləri də yaranacaqdır, yaranır da. Onlar nə qədər yaşayacaq, nə qədər yaşamayacaq, bunu artıq zaman göstərəcəkdir. Məsələn, kod yazmaq üçün developerlərin yaxından tanıdığı bir neçə alətlər var. Onlardan ən məşhurlarından biri Cursor'dur. Məsələn, Lovable var. Bu developerlər yox, daha çox belə deyək də, çox kod bilgisi olmayan insanların istifadə edə biləcəyi, daha çox end userə olmuş Lovable idi. Məsələn, Lovable arxada daha çox Gemini-yi və onunla birlikdə ən çox istifadə etdiyi səhv etmirəmsə Gemini-dir, 2.5 Flash. Amma qalanlarını da çox istifadə eləyir. İndi sən demiş, bu podkast yayılanda bəlkə də başqa bir şey istifadə eləyəcək. Amma Cursor da müəyyən arxada başqa elmlər istifadə eləyirdi. Mən dünən xəbər oxudum ki, yəni 30-u oktyabrın 30 xəbər oxudum ki, onlar da öz böyük dil modelini artıq inkişaf elətdirirlər ki, asılı olmasınlar. Yəni dediyim kimi bu məsələ biraz hələ ki bulanıqdır. Yəni bilinmir gələcəkdə nə olacaq. Sadəcə olaraq bildiyim bir şey var ki, çox pul tələb eləyən bir sahədir. Başqa formada giriş səviyyəsi işlərdə bir server kiralayırdın və develop eləyirdin, bu işə girirdin. Amma süni intellektdə, AI-da əgərlərim biz hər hansı API, layer istifadə eləmək istəmiriksə, onun giriş bariyeri çoxdur. Hətta biz həm layer olacaq, həm API istifadə eləyəcəyik, həm də özümüz nəsə yaradacaqsa, bunun da qiyməti çoxdur. Yəni, hal-hazırda ona görə də bu tip işlər Çin kimi, ABŞ kimi böyük iqtisadiyyatı olan yerlərdə gedir. Hətta bunu eləyən Azərbaycanlılar belə orada, yəni böyük iqtisadiyyatlarda öz şirkətlərini quran, öz ekosistemini oradan başlayanlardır. Məsələn, bu yaxınlarda Polygraph AI bir yatırım aldı. Onlar bu yatırımla bərabər səhv etmirəmsin deyən kimi 10 milyonu keçən bir yatırım toplamış oldular və onların da əlbəttə ki, əsas head ofisi, yəni əsas ofisi Azərbaycan deyil. Çünki bu maliyyə əlçatımlılıq bizim kimi balaca iqtisadiyyatlarda o qədər də rahat deyil. Amma onların Bakıda böyük bir komandası vardı. Komandasının əsas üzvləri Bakıda idi. Belə başa düşmək olar ki, burada da talantlar az deyil. Məsələ talantla bağlı deyil. Onsuz da bunu eləyən komandasından tutmuş, onun founderinə kimi Azərbaycanlıdır. Məsələ maliyyə əlçatımlılıqdadır. Yəni onlar bunu xaricdə getməsələr, eləməsələr, məsələn Azərbaycanda elə Tikazda da oxuyuruq bunu ki, müəyyən qurumların, müəyyən dövlətin özünün toplamda EA-yə ayırdığı pul bir poliqrafın qaldırdığı investisiya qədər deyil. Bütün qurumların toplamda ayırdığı, bütün Azərbaycanın süni intellektə ayırdığı da. Yəni bu maliyyələri ona görə burada çatmaq olmur. Adamlar burada qura bilərdilər. Burada ilkin presid investisiyalarını da burada ala bilərdilər. Amma o bitəndən sonra onları növbəti səviyyəyə daşıyacaq pul burada
tapa bilməyəcəkdilər. Və əgər onlar buradan getməyib, orada davam eləməsəydilər, talentı qoyaq qıra biznes tərəfini davam eləməsəydilər, onlar növbəti raundlar üçün növbəti investisiyanı ala bilməyəcəkdilər. Nəzərə almaq lazımdır ki, süni intellekt hələ də gəlirli biznes deyil. Mən bu həftə oxuyuram ki, böyük texnoloji şirkətləri, məsələn Google son rübdə 100 milyardlıq gəliri keçdi. O mənfəət daxil deyir ola səhv eləmirəmsə, amma bu çox böyük rəqəmdir. Yəni 100 milyard Azərbaycanın GDP-sindən çoxdur. Bugün səhər xəbəri biz dərc eləmişik ki, Apple şirkətinin xalis mənfəəti son bir ildə 112 milyard dollardır. Bəli. Bu mənfəətdir hətta, yəni gəlirdədir. Yəni bu o deməkdir ki, burada o miqyasa çatmaq olmur. Məsələn, biz AI ilə bağlı bir developer kimi bir test eləməyə çalışdıq. Qardaşımla bu məsələdə bir kiçik bir test elədik ki, biz tam API-dən götürmədən özümüz də bir modeli feed eləsək, yəni train eləsək də, təlimləndirsək Azərbaycanda desək, bunu eləməyə çalışdıq və baxdıq ki, biz projection eləyəndə gördük ki, bizim aylıq hardasa 8-10 min dollara yaxın texniki infrastruktura, yəni serverlər, API-lər, GPU-lar falan xərc çıxacaqdır və biz bunu dayandırdıq təbii ki. Çünki baxırsan ki, burada o maliyyəyə çıxmaq olmayacaq. Ya gezib bu işi xaricdə məşğul olasan, ya da yəni məşğul olmayasan. Məncə ümidsiz yanaşmayaq. Bizim ölkədə də müəyyən potensiallar var, amma bu ərəblərlə Amerikanın bir daha doğrusu əməkdaşlığı vardı, yanaşma yox. Ərəblərin pulu var, talantı o qədər deyil. Bütün talantlar Amerikaya gedir. Onlar arasında bir əlaqə qururdular və son xəbərlərdə də məlumat çıxmışdı ki, onlar artıq süni intellektə investisiya eləməyə başlayırlar, data centerlər qururlar və s. Trump da hətta səfər eləmişdi. O səfərdən sonra nazir Rəşad Nəbiyev də Dubaya səfər eləmişdi. Orada da məlumat dərc olunmuşdu ki, süni intellekt haqqında əməkdaşlıqlar müzakirə olunub. Fikirləşirəm, düşünürəm ki, bizdə müəyyən potensiallar var. Bəlkə də bu insan kapitalı olaraq da Bakıda və yaxud da ki, digər bir ölkə relokasiya eləyərək bizdə müəyyən bir potensial var. Biz bir dəfə bu qatarı belə deyək, qaçırmışıq 90-cı illərdə. İndi ikinci bir qatardır. Bunu qaçırmaq şansımız yoxdur. Bunu da qaçırsaq artıq biz çox-çox geridə qala bilərik. Sizcə insan kapitalı bu sahədə inkişaf eləməsi üçün nələr eləməlidir? Çünki çox adam həmişə soruşur ki, mən proqramlaşdırmanı necə öyrənim, neynim? Yəqin ki, bu sual gedib OpenAI-dan, ChatGPT-dən də artıq soruşurlar. Amma siz bu sahənin bir ekspertisiz, xarici ekspertiziyanı bilirsiniz, artıq bu sahədə illərinizi vermisiniz. Sizin yanaşmanız maraqlıdır. İnsan kapitalı baxımından mən fikirləşirəm ki, bizim coğrafiya kifayət qədər talantlıdır. Yəni tək Azərbaycan yox, ümumiyyətlə bu postsovet coğrafiyası kifayət qədər talantlıdır. Burada bu bizim coğrafiyadakı istər şahmatçılar olsun, istər digər bir şeylər olsun, yəni texniki tərəfdən talantlıdır. Burada məsələ sadəcə olaraq bizdəki çalışanların, bizdəki Azərbaycanın datasının da o qədər çox olmamağıdır. Və fikir versəniz, bizdəki uğurlu Azərbaycan founderlərinin bütün uğurlu startaplarına onların bir xarici təcrübəsi var. Yəni founderlərdən birinin mütləq xarici təcrübəsi var. IOMET-dir, WeTravel-dır, Halal Booking-dir və s. və s. Onların əksəriyyətinin, yəni şərt deyil bütün komandanın olmağı. Hər hansı bir problemə, yanaşmaya filan xarici təcrübənin çox böyük faydası var. Çünki onlar böyük datalarla işləyiblər, böyük infrastruktur görüblər. Azərbaycanda o qədər böyük IT şirkəti yoxdur. Biz təəssüf ki, inkişaf eləmədik o sahədə. Yəni böyük şirkətlər olmadığına görə o problemlərin də bəzilərini görməmişik. Amma yəni bizim o ən böyük əvvəldə qatarı qaçırma səbəbimiz olubdu. İndi AI ilə vəziyyət belə sıfırlanıb demək olar. Bayaq qeyd elədin, Grammarly adını dəyişib Superhuman qoydu. Çünki baxdı ki, AI ilə onun gördüyü işi, mən həqiqətən əvvəl Grammarly istifadə eləyirdim.
biz offline danışanda da mən bunu bayaq demişdim. E-mailləri falan yazanda istifadə edirdim. Yəni artıq istifadə eləmirəm. Baxmayaraq ki, extension olaraq browserdə var, amma artıq ondan aktiv istifadə eləmirəm. Əvəzində ChatGPT istifadə edirəm. Mən ümumiyyətlə humanitar yazışmalarda ChatGPT istifadə edirəm. Texniki şeydə digər AI-ləri istifadə edirəm və mənə kifayət qədər 1-2 cümlə yazıram ki, mən buna bu şeyi demək istəyirəm. O da deyir bunu biznes üçün yaz və ya daha yumşaq yaz. Belə bir şey deyəndən sonra ona uyğunlaşdırır. İndiki sayda, yəni talantlarda o qədər də problem yoxdur. Burada bizim eləyə biləcəyimiz insan resursları baxımından da son illərdə ölkədə kifayət qədər kurslar, əvvəl buna kurs deyirdilər, daha belə deyək də kiçildilmiş formadaydı. İndi artıq təhsil mərkəzi səviyyəsində fəaliyyət göstərən özəl qurumlar da var, kodlarla bağlı və bir neçədir və hamısı da bazara müəyyən kadr yetişdirir. Mən özüm də bizim əvvəl IT şirkəti olanda alırdıq. Bütün demək olar əksəriyyət qurumlarının, təhsil qurumlarından işləyirdilər və razı qaldığım da çox olurdu. Təbii ki, insandan asılıdır. İnsan hər yerdə öyrənəcəkdir. Bizim vaxtımızda universitetdə yox idi. Biz bildiyimiz adi hard copy, yəni vərəq kitabdan oxuyurduq. Biz bir videonu yüklənməyini gözləmək üçün dial-upda gərək axşam qoyardın, səhər yüklənərdi ki, ona baxardıq. İndi imkanlar da genişdir. İnternetdə də imkanlar genişdir. Kim istəyir özü öyrənə bilir, kim istəyir kursa gedə bilir. Yəni o mən necə öyrənim məsələsi məncə belə də tənbəl adamların verə biləcəyi sualdır artıq. Çünki hər yerdə bu resurs əlçatımlıdır. ChatGPT məlumatı biraz gec verəndə əsəbləşirik. Bəli, yəni ümumiyyətlə vərdişlərimiz dəyişib. Əvvəl axtarırdıq, özümüz gedirdik. Məsələn, bir developer əvvəl bir şey lazımdır. Stack Overflow var. İndi də var. Yəni gedib ondan hamı axtarırdı, Google-dan axtarırdı. İndi ona belə hövsələmiz çıxmır. Birbaşa soruşuruq ki, mənə bunu göstər, ver, al sən yaz. Ona görə indi bu məsələ dəyişib. Biz bunu, bu qatarı qaçıra bilərikmi, bilmərikmi? Çalışmalıyıq ki, bu qatardan tutaq yapışaq ki, biz də qabağa gedək. İndi onun üçün kifayət qədər artıq bizim xaricdə işləyən çoxlu mütəxəssislərimiz var. Keçənlərdə bir PHP konferans var idi. Məsələn, orada WhatsApp-da işləyən bir yoldaş çıxdı, təqdimat elədi və orada WhatsApp-da, yəni Meta-da onlar development prosesinin AI-yə necə uyğunlaşdırdıqlarını danışdı. Mənim xoşuma gəldi o təcrübə. Yəni artıq o təcrübəni görmüş adamlar var. Yəni onlar burada nəsə qura bilər, burada qurmasın. Mən belə şeydə gəlib burada qurmağını heç istəmərəm. Elə harda işləyirsə WhatsApp-da orada çıxsın, orada qursun. Elə investisiyanı da oradan alsın, amma talantı buradan hire eləyə bilər. Buradan necə ki digər startaplarda bizdə olur. İndi belə deyək də o hesab bərabərləşibdi. Sadəcə olaraq biz mümkün qədər qabağa keçməyə çalışmalıyıq. Demək, bunlar biraz çox investisiya aparan məsələlərdir. Hansı ki bizdə investisiya mühiti də yeni formalaşır. Yəni texnologiya mühitindən daha yeni formalaşır bu. Artıq bir neçə VC son illərdə qurulub. Bildiyiniz kimi Qafqaz Ventures, ondan sonra Sabah Ventures var. InMerge quruldu. Yeni managing partner, icraçı direktor təyin olunub. Yəqin ki, yaxın zamanda onlar da fəaliyyət İş gedir ən azından. İş gedir. Bayaq danışdınız, dediyiniz məsələlərdən belə başa düşdüm ki, biraz o əslində məncə bu söz Azərbaycan dilində mədəniyyət kimi tərcümə olunmur, culture. Bu həm mühitin, həm mədəniyyətin bir forması kimidir. Bu biraz zəifdir, belə başa düşürəm, innovasiya ekosistemində. Amma yenə də startaplar qurulurlar. Yatırımları da deyirsiniz. Son zamanlarda investisiyalar artıq dinamikləşməyə başlayıb Azərbaycanda. Mələk investorlar klubu var, dediyimiz fondlar var. Siz necə dəyərləndirirsiniz? Azərbaycanda startaplar investisiya ala bilirlər? Bəli, ala bilirlər. Əgərlərin belə deyək də onu deserve edirlərsə, haqq edirlərsə, ala bilirlər. Yəni bu yeni qurulubdur. Sadəcə olaraq mənim investisiya əlçatımlıqla bağlı şikayətləndiyim ilkin mərhələdə deyil. Yəni ilkin mərhələ üçün kifayət qədər bizdə imkan var. Angel klublar var, venture fondlar var, seed mərhələlər üçün. Ona görə biraz daha gələcəyə az pul tələb eləyəcək, yəni inkişaf üçün başlanğıc səviyyəsi az maddiyyat tələb eləyəcək startapların qurulması üçün kifayət qədər imkan var. Sadəcə olaraq bəzən bizdə bu mühit yeni formalaşdığından o investisiyaların formalarını, angel investmentin, venture kapitalizmin, sonra private equity'nin falan bunların fərqini biraz
çətin mənimsəyirlər, onlara biraz belə deyək də, biraz maarifləndirməyə ehtiyac var deyə düşünürəm bu sahədə. Biraz o startapı quranlar bunun qrant olmadığını, pul almağın məsuliyyətli olduğunu, pul verənin məsuliyyət daşıdığını biraz öyrənəcəklər. Son zamanlar mən startaplarla işimə görə çox danışıram, çox görüşürəm. Onlar bəzən bizə şərh də yazırlar, bildirirlər ki, məsələn, Polygraph AI investisiya aldı, amma Azərbaycanda bu həcmdə investisiyalar olmur, biz Azərbaycanda investisiyalar ala bilmirik. Belə çox şikayətlər olur. Təəssüf ki, biz baxanda görürük ki, bu şəxslərin əksəriyyəti bir neçə yerdə işləyirlər, ya fokusları çox dağınıqdır. Mən investorlardan da çox tez-tez danışıram. Onlar da bildirirlər ki, biz komandaya baxırıq. Biz məhsula və yaxud da bazara daha sonralıkı mərhələlərdə baxırıq. İlk olaraq komandaya baxırıq ki, bu adam kimdir, fokusu necədir, bu kimi məsələlərə çox toxunurlar və belə başa düşürəm ki, bu biraz bizim bazarda, bizim ölkədə problemli məsələdir. Yəqin ki, biz bunda yaxın gələcəkdə həll eləyərik. Bəs Azərbaycanda investisiyalarda dedi, startaplarda dedi, bizdə insan resurslarında yaxşı olduğunu dedi ki, onların bir çox da qlobal artıq təcrübəni də əldə ediblər. Və necə öyrənəcəklər. Hər şey demək olar ki, demisiniz, amma bizdə sürət çox zəifdir. Bu sürəti biz necə artıraq, necə inkişaf elətdirək. Məsələn, Grammarly nümunəsi biz danışdıq. Onlar gördülər ki, süni intellekt bazara daxil oldu, hər şeyi alt-üst edib dəyişib. Onlar da tez uyğunlaşmağa çalışdılar. Bəlkə də pivot elədilər artıq. Biz sürətlənmək üçün nələr eləyək? Mən düşünürəm ki, hər şey investisiya deyirlər. Çünki ölkə daxilində müəyyən investisiyalar alırlar. Burada ala bilməsələr belə yaxın ölkələrdən çox rahat investisiyalarda almaq imkanları var dünyanın hər yerində. Onsuz da bu belədir də 500 investora yazırsan, onun 5-i sənə geri dönür. Yəni hardansa investisiya əldə etmək mümkündür. Hətta qrantlar da var da bunu qəbul eləyək. Sürətlənmək üçün tək vasitə investisiya deyil. Yəni biz sürətlənmək üçün hansı vasitələr eləyək? Bu sənin sual verən vaxtı yaxşı bir period keçdi də. Orada bu bayaqlarım danışığımızda da mədəniyyət məsələsinə toxunmuşduq. Burada bir məsələ mənim diqqətimi çəkir. Dediniz, Azərbaycanda bu fokus məsələsi. Bu Qərbdə də bu mədəniyyət birdən-birə formalaşmayıb əslində. Mark Zuckerbergin həyatından bəhs edən Social Network filmi var. Bilməm ona kim nə qədər baxıb baxmayıb. Orada bir epizod var idi. Nəfslər qurucusu biri ilə tanış olanda deyir, nə iş görürsən? Deyir, mən bizdə Azərbaycanda o söz yoxdur da, entrepreneur, təşəbbüskarlıq, ya təşəbbüskar, türklər girişimci deyil. Sahibkar biraz daha böyük məfhumdur da. Tam qarşılığı deyil. Tam qarşılığı deyil. Tanış oldu ona deyir ki, denən ki, işsizəm də. Yəni burada da deməli bu əvvəllər burada da belə olubdu. Bizdə də bir növ fokus ya həqiqətən işsiz adam görür startapı və ya fokusu başqa yerdə işləyir, deyir, həm də yan iş kimi görün bunu. Bu da surətə gətirib çıxartmır. Dedication, yəni fokuslanma olmadan mən düşünmürəm sürət olsun. Yəni əgərlərin bir ideyaya, bir işə kimsə inanırsa, bunu fokus olub bunu çalışmalıdır, işləməlidir və hətta belə deyək də, normalda investisiyaya əgərlərin bəzi işlər var ki, onun başlanğıcdan investisiyaya ehtiyacı belə olmur. Müəyyən bir səviyyəyə gələndən sonra investisiya almaq da olur. Və qrantlar var, filanlar var. Məncə biraz da fokusu yayınmamalıdır insanların. Oturub işləməlidir və bir də bilməlidir ki, bu işsizlik vaxtı görüləcək bir iş deyil. Yəni nəyə görə deyirəm? Ola bilsin işi yoxdur, başlayıb məşğul olur, iş tapandan sonra onun daşını atır. Və yaxud da saat 6-dan sonra. Bəli. Bu da olası deyil. Yəni əgərlərin bir şeyi işləyirsə, bir şey haqqında düşünülürsə, bu işin biraz onlayn olmağı, biraz hər yerdən əl çatımlılığı olmağı, həm də elə başa düşülür ki, bunu belə də qeyri-ciddi yanaşmaq da olar. Qətiyyən belə deyil. Belə şeylər üçün düşünürəm ki, daimi olaraq işə fokuslanıb onun üstündə işləmək lazımdır. Əks halda bu sadəcə olaraq elə hobbi olacaq. Yəni hobbi kimi yanaşmaq lazım deyil. O daha sürətli eləyəcək. Başqa qalan artıq bizdə kadrda var. İlkin mərhələ üçün
əlçatımlı investisiya da var. Bizdə çatışmayan o seri B, seri C, bəlkə də seri A bu şəkildə investisiyalar əlçatımlılıq deyil. O AI-da bu problemdir. Çünki AI çox pul tələb edən bir sahədir. Amma texnologiyanın digər şeyləri, məsələn, bəli, digər SaaS quranlar və ya başqa bir şeylər eləyənlər üçün bu o qədər də problem deyil. Məsələn, 2-3 dənə founder birləşib hərəsi bir yerdən bunu rahatlıqla eləyə bilərlər. Məncə də elədir. Bizim ölkədə imkanlar var. Və mən çox görmüşəm ki, startaplar investisiya ala bilirlər. Əgər onlar yaxşı işləyirlərsə, dedikateddirlərsə, full fokusdularsa, yaxşı investisiya alırlar. Biz bir neçə nümunələr çəkdik burada. Mən IOMET-dən Vüsalı tanıyıram. Bilirəm ki, Vüsal Uber-də işləyib. Bəli, mən ona görə bayaq onu deyirəm ki, onların həll elədiyi problem IOMET-ın həll elədiyi problem ancaq Uber kimi böyük şirkətdə görə biləcəyin problemdir. Yəni Azərbaycanda hər hansısa bir yerdə işləyərək bəzi problemləri görə bilmirsən. Onlar data üstünə çalışırlar və bunu Uber kimi şirkətdə görmək olur. Ona görə bayaq dedim ki, bu xarici təcrübə belə şeyə çox faydalı olur və başqa bizdə belə deyək də, xaricdə o təcrübəni görüb başqa imkanlar yaradanlar da var. Mən bir neçə il əvvəl Hollandiyanın bir siyasətinə qulaq asmışdım. Onların baş naziri deyirdi ki, hamınız texnologiya sahəsində çıxın, gedin xaricdə işləyin. İşləyin, sonra gəlib burada nəsə qurarsınız. Yəni o buna çağırış eləyirdim. Bir də bu bayaqlarımki danışığımıza bir şey əlavə eləmək istəyirəm. Bu investisiya almaqla bağlıdır. Bəzən founderlər investisiyanı da səhv yerdə axtarırlar. Bilirsiniz, məsələn, çox kiçik həcmdədir. Bunun üçün VC investisiyası istəyirlər. VC hər balaca şeyə investisiya eləməməlidir. Onun üçün angel investorlar olmalıdır. Bəli, yəni o fazalar var da. Bəzi heç bir şey hazır olmayan, məsələn, sadəcə ideyaya VC çox nadir hallarda yatırım eləyir. O vaxt yatırım eləyir ki, həmin founder daha əvvəl çox böyük bir exit eləmiş olsun. Və ya çox başqa elə bir yerdə işləmiş olsun ki, orada yaxşı vəzifədə də, yəni kompetensiyası elə olsun ki, bu VC başa düşsün ki, buna ideya mərhələsindən yatırım eləmək olacaq. Əks halda VC-nin baxdığı traction deyirlər də, yəni onun nə qədər satış elədiyi, dövriyyəsi, bəzən onlar vacib olmur, vacib olan bunun artım tempo olur ki, bu hələ azdır bunun gəlirliyi filanı, amma bunun istifadəçi bazası sürətlə artır. Məsələn, OpenAI-ın o qədər fantastik yatırım, investisiya alma səbəbi onun böyümə potensialıdır ki, və böyüyür. Yəni onlar hal-hazırda $1 qazanıb $3 xərcləyirlər. Bu nisbətdə gedir də. Yəni ona görə dəhşət çox investisiya alırlar. Hələ düz dövriyyə var, amma gəlir yoxdur. Yəni ona görə bizdə biraz o fərqləri də başa düşüb əgərlərim işə başlanılsa, bu zaman çox daha yaxşı nəticələr olacaqdır. Mən bəzən bu mövzuların getdiyi qruplara baxıram, tədbirlərdə filanda olanda müşahidə eləyirəm. Məsələn, keçənlərdə bir qrupda biri şikayətlənirdi ki, bizim çox əla ideyamız var və founderlər filan hər şey əladır, amma biz investisiya istəyirik ki, onlar işdən çıxsın və öz startaplarını eləsinlər. Məsələn, belə yanaşma düzgün deyil. Yəni heç vaxtı investisiya eləyən deməz ki, al bu pulu, sən işdən çıx, bunu elə. Elə o başqa bu maaşlı işdən fərqi yoxdur da bunun. Yəni bəzən riskləri də öz üstünə götürməlidir founderlər, müəyyən bir mərhələyə gəlməlidir ki, sonra investisiya cəlb eləyə bilsinlər. Biz danışdıq qlobaldan da, müəyyən qədər lokaldan da danışdıq. İkisindən də danışdıq. AI-dan da danışdıq. Süni intellektdən də danışdıq. Çox adam düşünür ki, süni intellekt təhlükəlidir. Bir qismləri düşünür ki, süni intellekt təhlükə deyil, əksinə fürsətlərdir. Layofflar var, işdən çıxarmalar var, sürətlə artıb. Mən keçən dəfə oxuyuram, ekspertlər deyirlər ki, əslində bu insanlar onsuz da işdən çıxarılmalı şəxslərdir. Pandemiya dövründə işə qəbul olunandır. Şirkətlər sadəcə AI-yı, süni intellekti bəhanə gətirib onları işdən çıxarırlar. İmkanlar var. Mən düşünürəm ki, çoxlu imkanlar var. Startaplar isə, indi qurulan yeni startaplar görür ki,
süni intellekt əsaslı nələrsə deyirlər, AI deyib gedirlər. Real sizcə hazırki dövrdə, indiki innovasiyanın indiki levelində, mərhələsində deyək, startaplar necə qurulmalıdır? Ümumiyyətlə startap qurmaq üçün münbit şərait var indi, yoxsa yoxdur? Elə Azərbaycanı götürək. Azərbaycanda necədir vəziyyət? Deməli, layeflara toxunduq. Həqiqətən də bu sahədə müxtəlif fikirlər var və demək olar hər ay böyük bir şirkətin neçə yüz, neçə min əməkdaşını işdən çıxartdığını görürük. Həqiqətən də bəzən bunu bəhanə kimi gətirdiklərini deyirlər, bəzən başqa bəhanələr deyim, səbəblər deyim gətirirlər. Amma məsələ budur ki, mən belə düşünürəm ki, şirkətlər daha çox adaptasiya olmağa başlayırlar. Yəni müəyyən bəzən bir şeyi düzəltmək əvəzinə onu söküb yenidən qurmaq daha rahat olur. O çıxanlar işsiz qalmayacaqdır böyük ehtimalla və hamısı müəyyən bir formada yerləşəcəklər. Sadəcə olaraq iş prinsipinin forması dəyişəcəkdir. Münbit şərait baxımından siz demiş, indi hal-hazırda belə bir hype da var. AI çox mənasız və mənalı hype'lar da gətirir. Məsələn, elə Azərbaycanı misal götürsək, hal-hazırda hamı AI-ın bir tərəfindən tutmağa çalışır. Gücü çatmayanda AI mütəxəssisi kimi öz istifadə elədiyi toolları başqalarına necə istifadə eləyərik deyə deməyə başlayır AI mütəxəssisi olaraq. Yəni o AI mütəxəssisi ilə AI sahəsində research eləyən, development eləyənlər qarışdırılmamalıdır. Bu da normaldır. Bizim gəncliyimizdə də Google-dan necə yaxşı search eləmək olar deyə yazılar yazılırdı. Yəni hərə bir tərəfindən tutur. AI o qədər hype olubdur ki, mən Y Combinator'un bətchlərini izləyirəm. Onlar hər fəsil müəyyən qədər investisiya üçün bir akselerasiya proqramı eləyirlər və 80%-dən yuxarı qəbul etdiklərinin hamısı AI ilə bağlıdır. Hərəsi AI-ın bir şeyini eləyir və bu da bu sahədə də müəyyən müzakirələr gedir ki, birincisi bazar süni olaraq AI ilə şişir. Bu .com balonuna bənzədənlər olur. Bəzən isə bəzən deyirlər ki, əslində ənənəvi bir işdir. Yəni belə də if else-nin elədiyini indi AI adı ilə eləyirlər. Bu tendensiyaya hətta böyük şirkətlər də qatılır. Məsələn, Google-un Didium-in funksiyası illərdir var idi, AI-dan da qabaq var idi. Biz yazanda bunun doğru olub-olmadığını şeydirlər. İndi bunu AI ilə bağlayıblar. O AI-ın bütün hər yerdə logosu var, parıldayan ulduzlar tipində. İndi qarşısına ondan qoyurlar ki, Didium-in, yəni AI tapdı bunu. Və ya məsələn bizim gördüyümüz ənənəvi hesab elədiyimiz modelli şirkətlər var. Məsələn, FreePic əsas səhifə formasını AI şəkil düzəldənə çevrilibdir. O hər kəs adaptasiya olmağa çalışır. Bəli, çoxunun da arxasında əlbəttə özlərinin eləmi deyil, hardansa bir yerdən alırlar. Canva-dır, FreePic və bir çox başqaları əksəriyyəti Fall AI kimi şeyləri istifadə edir. Cloudflare-ın da hətta elə bir xidməti var. Yəni bu xidmətlər verənlər də ayrıdır. Bu sahədə mən bu Y Combinator-un qəbul elədiyi listi açıqlayanda bu Twitterdə, keçmiş Twitter, indi X platformasında belə bir müzakirə də olmuşdu ki, deyirdilər Y Combinator bazarı süni şəkildə şişirdir. AI ilə şişirdir. Orada buna sonra şərh eləyən başqa podkastlara qulaq asdım filan. Məsələni toparlasaq, çox yaxşı mənim qəbul elədiyim belə bir nəticə çıxdı ki, bəli, Y Combinator özü də başa düşür ki, buradakı məsələn 2025-ci ildə qəbul etdiklərinin 80% AI-dır və bu AI-larla işləyən şirkətlərin böyük əksəriyyəti feil eləyəcək. Amma onların içərisindən hansının uğurlu olacağını bilmir. Ona görə hamısını qəbul eləyir ki, hansı uğurlu olsa yenə mənim xeyrimədir. Və həqiqətən də çıxan AI ilə bağlı çıxan startapların hansı nə dərəcədə uğurlu olacağını hələ ki bilmirik. Münbit şərait var, amma burada çox sürətli olmaq lazımdır. Necə? Mənim yadımdadır 2010-lu illər filan social media boomu olan vaxtı onların API-ləri var idi və o API-lardan istifadə eləyərək yeni toollar yazılırdı. HubSpot kimi və s. çoxdur
bunu yazanlar və o dəhşət çox idi həmin vaxt. Kim qabağa düşdü, API-lərdən daha yaxşı istifadə elədisə, onlar daha qarşıya getdilər və müəyyən müddət sonra bu böyük platformalar öz API-lərini məhdudlaşdıranda, dayandıranda artıq özünü doğrultmuş şirkətlərlə eksklüziv işləməyə başladılar. İndi də bir növ sıfırlanmış vəziyyətdə bayaq dediyim kimi və kim nə qədər qabağa düşə biləcəkdirsə, sonra onun işi daha yaxşı formada inkişaf edəcək də. Amma 100% indi başlayanların böyük əksəriyyəti də qırılacaqdı yolun bir hissəsində. Məsələn, bu yaxınlarda ChatGPT özünün agentic platformasını təqdim elədi və deyirlər ki, bunun yazılmağı onlara cəmi 6 həftəyə başa gəlib. Çünki onsuz da işin böyük hissəsini elə AI-ın özü yazıb. Yəni süni intellektin özü yazıb. Bunu təqdim eləyəndən sonra, məsələn, N8 platforması müəyyən qədər zərər görüləcəyi deyildi. Düzdür, mən N8-in bundan təsirlənəcəyini düşünmürəm. Yəni təbii təsirlənəcək, amma yəni batmayacaqdı. Amma bunun kimi AI, məsələn ChatGPT olsun, Cloud AI olsun, bir anda AI API-ləri istifadə eləyərək hər hansı bir məhsul çıxardan adamın bazarını birbaşa dayandıra bilərlər. Məsələn, Perplexity browser çıxartmışdı. Çıxardandan sonra, ChatGPT də browser çıxardandan sonra artıq Perplexity-nin browserinin o qədər əhəmiyyəti qalmadı. Çünki Perplexity də API-lər üstünə qurulmuş bir şirkətdir, amma uğurlu şirkətlərdən biridir, xoşuma gəlir. Yəni belə toparlasaq, bu sahədə hələ ki tam sıfır deməyim, çünki artıq müəyyən işlər görən var, başlanğıc mərhələsindədir. Kimsə nəsə eləməyə başlayırsa, tez olmalıdır, çevik olmalıdır ki, gəlsin, ayaqlaşsın. İndi vibe coding var, AI bizə kifayət qədər kodlamaya kömək eləyir. Soloprenörlər meydana çıxmağa Bəli, kifayət qədər çoxalıbdır. Çünki artıq belə deyək də, bu bir neçə nəfər görə biləcəyi bir işi, bir-iki nəfər çox rahat görə bilir. Ona görə indi əksinə əsl fürsətdir. Hətta ola bilsin ki, AI barədə bir işiniz olmasın, amma daha əvvəl gördüyünüz bir problemi o AI-ın köməkliyi ilə həll eləmiş ola bilər. Məsələn, bu sahədə də müştəri xidmətlərindən tutmuş bir çox startaplar çıxıbdı və sadəcə başqa bir işdir. Tamamilə bir SaaS ola bilər, amma onu əvvəl yazmaq daha uzun, daha böyük bir investisiya tələb eləyirdisə, indi bu AI-ın kod köməyi sayəsində daha sadələşmiş ola bilər. Yəni sadəcə olaraq sürətli olmaq lazımdır. Bəli, məncə də elədir. Artıq AI, süni intellekt yeni fürsətlər gətirib. Mən Ülvi Rəşidlə danışırdım. Ülvi Rəşid San Francisco'da VC-nin general partner'da GPC-dir, belə terminlərlə desək. O San Francisco'dakı vəziyyəti danışırdı. Deyirdi ki, TKZ-da onun müsahibəsi var, izləyib oradan işlədə bilərlər. Deyir ki, AI artıq çox problemlər gətirib. Problem olan mühitdə startapların qurulması və meydana gəlməsi üçün ən ideal şəraitdir. Ancaq ki, startap özü problemləri həll edib, sürətlə böyüyən bir biznes modelidir. Və buna uyğun olaraq da biz belə bir qənaətə gələ bilirik ki, süni intellekt çox yaxşı bir şəkildə yeni startapların qurulması üçün yaxşı bir münbit şərait qurub və Azərbaycanda da bu şərait var məncə. Azərbaycanda əslində biz investisiyaya toxunduq. Mən düşünürəm ki, investisiyaya əl çatanlıq çox rahatdır. Çünki fondlarla birbaşa gedib görüşə bilirsən, o adamları hardasa tədbirdə rahat görə bilirsən, istəyir Inmerge olsun, istəyir Sabah fond olsun, istəyir Qafqaz olsun. Yəni, çox rahat görə bilirsən, angel investorları hamımız tanıyırıq. Cəmiyyətimizdə demək olar ki, hər kəs kim eyni sektorda işləyirsə, bir-birini çox rahat tanıyır. Amma bu Amerika kimi, Avropa kimi yerlərdə çox çətindir. Bizim çətinliyimiz sadəcə müəyyən bir qanunvericilikdəki mexanizmlərdir. Yəqin ki, yaxın gələcəkdə onlar da düzələr, qaydasına düşər və investisiyaların həcmi artar. Dediyim kimi, bu fürsətdir, mən düşünürəm, maliyyəyə əl çatanlığı. Sadəcə dedicated olaraq problemi görüb həll eləmək olar. Siz də bayaqdan 20 ildən artıq təcrübəsi olan IT ekspert kimi deyirsiniz ki, artıq süni intellekt bizim köməkçi vasitəmizdir. Bəli. Yəni süni intellekt bir növ oyunu dəyişdirən bir mexanizmdir. Bizim həqiqətən köməkçimizdir. Müəyyən
bir industriyanı belə deyək də müəyyən industriya inqilabları var. Bu növbəti industriya inqilabıdır demək olar. Bayaq dediyim kimi bu ilk dəfə texnologiya əzələ yox, beyin gücünü əvəzləyir və bundan yararlanmaq lazımdır. Bu qatarı qaçırmamaq lazımdır. İnvestisiya barədə də dediklərimlə razıyam ki, bizdə investisiyaya əlçatanlıq kifayət qədər var. Hətta tək bizdə də yox, müəyyən qonşu ölkələrdə də investorlar yaxşı layihəyə acdılar. Yəni onu qovalayırlar. Onlar istəyir ki, investorun istədiyi nədir? Bir qoyub 10 qazansın. Evet. Yəni ona görə onlar yaxşı bir fürsət görəndə onu heç vaxt qaçırmazlar. Sadəcə olaraq biz nəyi harda axtaracağımızı bilməliyik. Bizdə biraz o maariflənmə o tərəfdə olmalıdır ki, biz investisiya formalarını qarışdırmadan kimdən nə istəyəcəyimizi bilməliyik. Yəni qrant istəyirsinizsə KOBİ-yə getmək lazımdır. Çünki qrantı onlar verir. Əgərlərim fikriniz yeni başlayan mərhələdədirsə, hələ ortada ciddi bir pul qazanan bir iş yoxdursa, amma inanırsınızsa angellara getmək lazımdır. Artıq müəyyən bir şey varsa, artıq VC-lərə getmək lazımdır və nəzərə almaq lazımdır ki, siz bu işi davam elətdirmək istəyirsinizsə, gördüyünüz işin qlobal potensialı olmalıdır ki, bəli, miqyaslanan və ölkə səviyyəsində yox, qlobal səviyyədə miqyaslana bilən olmalıdır ki, VC-lərin və digər hamının buna marağı olsun. Çünki bayaq dediyimiz kimi bizim bazar balacadır. Nə qədər biz çalışsaq da 10 milyon əhaliyə xidmət edirik. Mənim yadımdadır ki, mən 2011 idi səhv eləmirəmsə, ya 10 idi, ya 11 idi. İstanbulda o vaxtı Facebook'un developer konfransı var idi və mən getmişdim, orada iştirak eləyirdim. Orada Facebook'un Avropa üzrə meneceri var idi və o vaxtı məşhur idi ki, Facebook müəyyən ölkələrə ofislər açırdı. Onların reklamları təzə başlamışdı filan feşməkan. Mən ondan gedib soruşdum ki, bəs siz Azərbaycana gəlməyi fikirləşirsiniz? O dedi ki, Azərbaycan bizim gəlib ofis açacağımız üçün çox balaca bir əhaliyə sahibdir. Evet. Yəni bizim oradan qazanacağımızla bizim o işçilərə xərcləyəcəyimiz pul üst-üstə düşməyəcək. O vaxt onlar da baxırdı Facebook'a nə qədər adam hardan qeydiyyatdan keçibdi. Yəni ona görə bizim bazar bu sahədə təəssüf ki balacadır. Nəsə eləyiriksə elə nəzərdə tutmalıyıq ki, bu qlobala getməlidir və nəzərdə tutmaq lazımdır ki, müəyyən mərhələyə çatandan sonra da bunu ola bilər müəyyən böyük bir əksər Azərbaycanda olsun talant, iş gücü filan, amma xaricdə məsələn Amerikada olsun, Avropada olsun, sizin bir ofisiniz olmalıdır, bəlkə ora köçməlisiniz filan. Yəni bunları nəzərə almaq lazımdır. Məncə də elədir. Bunu bacaran Azərbaycanlılar var. Bəli. Biz bir neçəsinin artıq adını çəkdik. Hər biri haqqında TKZ-da məlumat var. Adını soyadını yazıb TKZ yazsalar, mütləq ki, haqlarında bir neçə xəbər, məlumat çıxacaq. Çox sağ olun Şaiq bəy. Mən düşünürəm ki, bizim müzakirəmiz bir xeyli geniş oldu. Biz IT sferasından başlayıb süni intellektdən, investisiyalardan, startuplardan, həm qlobal, həm lokal кейslərdən danışdıq. Təşəkkür edirəm. Çox sağ olun ki, bizim dəvəti qəbul elədiniz və podkastımızın ilk qonağı siz oldunuz. Xoşdur. Ümid edirəm davamlı olar podkastınız və mən çalışdığım qədər Azərbaycanda olsun, fərqli yoxdur, başqa kənardan olsun podkastları izləyirəm. Yəni izləyirəm deyəndə dinləyirəm və mənim üçün xoş olar ki, Azərbaycanlı qonaqların olduğu daimi bir podkastı da hər zaman dinləyim. O elə təkaz olacaq. Mən düşünürəm ki, bu hamımız üçün faydalı olacaq. Çox sağ olun. Siz də sağ olun.